Vəfa xanım, yerə alışdınız, adaptasiya oldunuz. Hə, əsas deyirdim ki, ürək döyüntüm, ritmim, hər şey qaydasına düşdü ki, belə cavab verməyim. Sakitləşdim, rahatam. Ümumiyyətlə, Everestdən qayıdandan sonra adaptasiya gec olur? Çox gec olur. Mən heç belə bilməzdim. Nə üçün belə bilməzdim? Çünki, məsələn, burada öz dağlarımıza gedəndə gəlirsən, heç ona bir o qədər də vaxt lazım olmur da, tez bir zamanda alışırsan. 5000-lik, 6000-lik zirvələrdə bu bəlkə bir həftəni, 10 günü alır. Amma 8000 o günləri baxıram ki, ayağımı yerə qoyuram, amma ayağım yerə dəymir də, elə bilirəm ki, fəzada gəzirəm. Dostlarımla yazışıram, Everestdə olan dostlarımla və istəyirəm ki, bəs mən niyə belə, bu normaldır. Deyirsən, 35 gün durmadan belə dayanmısan. Belə getmirsən, indi düşmüsən düz yerdə getməyə çətinlik çəkirsən də. Ürək ritmim, ümumiyyətlə, belə deyim də, hisslərim, duyğularım, bədənim, yeməyim, içməyim, hər şeydə o fərqi görürəm və deyirəm ki, bu hələ nə qədər müddət alacaq görəsən, mən tam yerə enim, tam ayaqlarımı yerə qoyum, tam elə bir ruhum da yerə insin. Hələ ki oralardayam, hələ ki oralarda uçuşuram. Bunu fiziki, mənəvi olaraq da deyirəm, həm də fiziki olaraq həqiqətən hələ dönə bilməmişəm. Görürəm ki, yox ya, hələ o enerji, elə bir telefon sönübdür, indi zaryadkaya qoymuşuq, hələ o yanma ərəfəsindədir. Bax, özümü elə hiss edirəm. Həkimə getməyə ehtiyac oldu? Həkimə mütləq getməliyəm. Əslində gələndən bunu gecikdirirəm. Getmədən öncə də həkimə getmək lazımdır ki, bədənin dağlarda çox qəribə reaksiyası var. Gedirsən 2000, 3000-dən sonra bədəndə səndəki nələr var, başlayır oradan siqnallar gəlməyə. Dişindirsə diş siqnal verir, başındirsə baş siqnal verir, təzyiqindirsə oradan siqnallar gəlir. Belə ümumən belə özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır, amma getmədən öncə də bir gedib yoxlayıram ki, vitaminlər yerindədirmi, ondan sonra ürəyi yoxladırsan, ağız boşluğuna baxdırırsan və s. ki, heç olmasa gözlə görünən şeyləri, belə deyim, aradan qaldırasan. Gələndən sonra da hələ elə ciddi zirvədən gələndən sonra, 8000-li zirvədən gələndən sonra çox lazımdır ki, həkimə gedəsən. Çünki bəzən dağın, əsasən də 8000-lik dağın fəsadları gələn kimi özünü göstərmir. Nə kimi fəsad ola bilər? Məsələn, 10 günə, 15 günə, 2 aya, 3 aya, 4 aya, hətta 1 ildən sonra bunun fəsadları da ortaya çıxa bilər. Mən özüm birebir bunu kimdəsə görməmişəm, amma çox oxumuşam və çox dağçılardan eşitmişəm ki, bilmirəm işte, nə bilim, hər hansı bir orqanında hər hansı bir problem çıxır, nə bilim, hər hansı bir çatışmazlıq yaranır və s. Yəni, bu kimi problemlərlə daha sonra da rastlaşmaq olur. Ona görə bunları eşitdiyim və bildiyim üçün düşünürəm ki, bu günlərdə tez bir müayinəyə getməliyəm, baxmalıyam və belə də özümü nəzarətdə saxlayıram. Baxıram ki, bədənim nə siqnal verir, necədir. Görürəm ki, gələndən yaxşılığa doğru gedirəm. Sağalmadır, məsələn, öskürəkdir, səsimin açılmasıdır. Bunlar hamısı var idi. Bəli, bəli. Yuxunun tənzimlənməsidir. Məsələn, mən burada yuxunu qırıq-qırıq yatırdım. Halbuki mən tam bütöv, rahat yatan adamam da. Mən görürdüm ki, bu belədir. Dedim ki, özümü bir nəzarətdə saxlayayım, görüm necə olacaq. Görürəm ki, sağalma yolundadır. Yəni aşağı getmir, daha yaxşı belə istiqamətə gedir. Ona görə biraz rahatam. O rahatlıq da mənə həkimə getməyə gecikdirir, amma mütləq şəkildə gedəcəm. Bu vacibdir. İstənilən halda çox risklidir də. Yəni Everestin özündə olan risklərdən həddindən artıq risklidir. Dünən dostlarımdan birindən danışıram. Deyirəm ki, televiziyalarda indi biz söhbət edirik, danışırıq dağdan. İkinci 8000-lik zirvəni məndən soruşurlar. Deyirlər ki, risklidir də Everestdən sonra sən Lotsu da elədin. Necə idi? Deyirəm, mən elə danışıram ki, dağçılar deyəcək ki, bu qız nə danışır da. Deyirəm ki, getdik saat 11 idi, yola çıxdıq. Yağ, bal, bir də səhər günəş belə üfüqdən doğanda mən gördüm ki, artıq zirvədəyəm. Sonra da rahatca endim falan filan. Baxıram ki, mən enmişəm, məndən sonra 2 dağçı çıxıbdır. İkisi də orada dünyasını dəyişibdir. Düşünə bilirsiniz, yəni. Lhotsda. Bəli, Lhotsda. Yəni alpinistdir, peşəkar idmançıdır. Mən enmişəm, həmən növbəti günü, dünən yenə araşdırma verdim. Dedim, bəlkə olur da belə biraz
dağı mürəkkəbləşdirmək, biraz ona həyəcan qatmaq üçün bəlkə yanlış başqa dağda baş vermiş hadisəni orayla əlaqələndirə bilərlər. Amma dünənləri bir daha axtarış verdim və baxdım, hətta şəkillərinə baxdım, hətta videolarına baxdım ki, mən enəndən sonra məsələn ikinci zirvəni edən olubdu dağçılar. Məsələn, 2 dağçı da orada biri enərkən deyəsən elə ipdə və səbəbi də hələ tam müəyyən olunmayıbdı, amma çox güman ki, hündürlük xəstəliyi, oksigen çatışmazlığı və bədənin artıq o yüksəkliyə tab gətirməməsi, enerjinin bitməsi bu kimi açıqlama vermişdilər, amma tam hələ bunun tibbi səbəbləri məlum deyil. Mənim elə rahatlıqla danışdığım dağ haqqında, məsələn, mənə o elə gəldi, amma ondan sonra 2 alpinist orada dırmanış eləyibdi və həyatını itiribdi. Arada neçə gün fasilə oldu? Arada Everestdən endim. Mən Everestdən enəndən sonra əslində baxdım ki, yaxşıyam və həmin axşam istəyirdim ki, 2-ci zirvəni eləyim, növbəti günü enim. Bu çətin olsa da mən istəyirdim bunu eləyim. Nə üçün? Çünki həm ölüm zonasında qalmaq istəmirdim, həm oksigenim balonum az idi. Yəni mən onu əgər növbəti günə qalsam yenə oksigen balonu almalıydım. Bu da mənim üçün maliyyə idi, həm də risk idi. Aşağıdan da mənə deyirdilər. Hətta İsrafil Aşurlu da mənim belə deyim də bələdçimə dedi ki, o qıza denən ensin də, yəni o orada qalır. Səhərsi gün onun başına nə gələcəyini bilmək olmaz. Yəni o yatar durmaya bilər, yatar durar, onun bədənində dəyişiklik baş verər və orada helikopter gəlmədiyi üçün onu oradan xilas etmək də çətin olar. Sadəcə olaraq hava şəraiti elə kəskin surətdə dəyişdi ki, biz nə aşağı eniş eləyə bildik. Orada qaldıq və mən elə səhərsi günü belə deyim, Everestdən endik, yatdıq. Səhərsi günü artıq biz Lhotsa getdik. Növbəti günü. Və yenə deyirəm, indi mən özüm də o xəbərə baxa-baxa, oxuya-oxuya doğrudan da əlim, ayağım belə əsdi. Mən həyəcan keçirdim ki, insan səndən sonra 2 nəfər çıxıb və orada yəni dünyasını dəyişibdi də, amma xanım, sizdən əvvəl 340 nəfər Everestdə ölüb, qəbirsan, məşhur qəbirstanlıqdır. Bəli. Necə göz aldınız ümumiyyətlə? Mən yenə də demək istəyirəm ki, bu o demək deyil ki, məsələn üçün mən o deyirsiniz, siz çox gözəl vurğuluyursunuz, o mənim çox qəlbimə gedir. Mən özüm bir də deyim də ki, siz möhtəşəm qadınsınız, idealımsınız. Çox sağ olun. Çox güclüsünüz və mənə görə Azərbaycanlı qadın sizin kimi olmalıdır. Bunu mən şərhsiz buraxacağam. Çünki bu mənim özümün də düşünəcəyim və hiss eləyəcəyim bir mövzudur. Hələ mən bu kimi şərhləri alıram, elə bir hələ qəlbimə yığıram da, hələ çox düşünə bilmirəm. Çünki hələ mən özümdən olan məlumatları paylaşdığım üçün fokusum oradadır. Amma gələnləri hərdən bəzən elə şeylər oxuyuram, elə kommentlər oxuyuram. Sonra yadıma düşür ki, bəlkə bunları skrin eləyim. Bunlar düşünmək üçün bir, belə deyim də, qidadır, bir enerjidir, bir mənbədir. Bunları itirməyim də. Sonra bunların üzərindən keçim. Bir də görün bu mesajlar mənə nə deyir? Axı bu insanlar bu qədər işin içində, vaxtın içində mənə öz ürəklərindən gələn sözü, enerjini paylayırlar. Mən də bunları oxuyub bir ürəkdənmi, çox sağ oldanmı deyib keçə bilmərəm də. Bunlar mənə gələn hər hansı bir mesajdır və bu çox önəmli bir şeydir. Və belə qərara gəldim ki, mən vaxt çatdıra bilmirəm, heç onlara cavab da yaza bilmirəm. Heç olmasa bunları mən belə deyim, yaddaşımda saxlayım. Bu hər şey bütün belə sakitləşəndən sonra, proses biraz öz yoluna düşəndən sonra mən onlara biri geri dönüm, bir də oxuyum, bir də baxım görüm ki, bu insanlar mənə nə deyirlər, mən kiməm, mən bu yolculuqda insanlar tərəfindən nə kimi düşüncəyə, nə kimi belə deyim, duyğuları oyandırmışam, nələrə səbəb olmuşam və bu mənə nə deyir, mən bununla nə etməliyəm. Ona görə bu mənim üçün çox vacib məqamdır. Yəni mən istəmirəm bu sözü ötəri deyim ki, ay çox sağ olun, təşəkkür edirəm, nə gözəl, mən qəhrəmanam, ay nə yaxşı. Yəni mən bunu belə qəbul edə bilmərəm də, çünki onun gəldiyi o tezliyi və saflığı və ürəkdən gəldiyini hiss eləyəndə sən artıq orada biraz aciz qalırsan. Biri var söz üçün, sən də təşəkkür edirsən, ötür keçir. Amma nəzakət qaydası olaraq. Nəzakət qaydası. Amma elə sözlər var ki, elə enerji ilə gəlir ki, sən belə əlini qaldırırsan və təslim olursan. Deyirsən, yaxşı. Deyir ki, dayan. Mən bunu düşünəcəm. Və mən yenə deyirəm, yəni mən insanam və insanın keçirdiyi o qorxu, o nə duyğuların hamısı məndə var. Amma qəribədir ki, Everest məni tilsimləmişdi. Mən elə bir sehirdəydim ki, mən necə hiss edirdim ki,
bax o Everestdə, o Lhotsda məni qoruyur. Mən necə əmin idim o dağa ayağımı qoyanda, necə mən mesaj alırdım ki, sən çox rahat gedib gələcəksən, sənin heç bundan xəbərin də olmayacaq. Yəni, bax sən bu mesajı alırsan. Bax, məsələn, siz özünüzdə də, həyatınızda, nə bilim, müəyyən nələrsə olur. Görürsünüz ki, intuisiya insanı aldadır axı. Aldada bilər, amma məsələ aldatmaqdan deyil də, o əminliyin verdiyi güc ki var, siz o gücdən istifadə edirsiniz. Siz təcrübəli idiniz. Siz təcrübə budur ki, fiziki olaraq hazırlıqlıydınız. Bəli. Mən Everestə gedəndə, yenə deyirəm, mən Everestə hər addımımı qoyanda ora mənə yad yer kimi gəlmirdi. Mən elə bir orada milyon dəfə olmuşdum. Filmlərə baxmışdınız? Filmlərə baxmışdım, nədir? Bizim evə gələn hər bir şəxs, evdəki uşaq, böyük, hamı deyirdi ki, ay nə qədər Everest, ay bala, bundan başqa ekranda sənin yəni heç nəyin yoxdur. Mən o qədər filmlərə baxıb, o qədər insanların, o qədər alpinistlərin danışıqlarını, nitqlərini, ekspedisiyalarını izləmişdim ki, mən Namçı-Bazarda biz belə bir çıxış elədik də, hər gün məşqlər eləyirik, orada da alışmaq üçün müəyyən hündürlüyə enirik, düşürük və s. Orada belə bir yer var idi dincəlmək üçün, çay üçün biz orada əyləşdik, dedik ki, həm də bir çay içək, həm də hündürlükdə əyləşək, bədənimiz öyləşsin. Mən gördüm ki, mənim qulağıma bir səs gəlir, deyirəm ki, ay Allah, mən bu səsi tanıyıram, mən bu nitqi tanıyıram ingilis dilində. Baxıram belə ətrafa, görürəm, yox da tanıdığım adam, yəni seçə bilmirəm. O səsi dinləyə-dinləyə, eşidə-eşidə o səsin arxasınca getdim və məşhur dağçı və məşhur öz nitqləri ilə, ondan sonra alpinizmdə tanınan məşhur fiqurlardan birini gördüm. Dedim ki, sizin səsinizi izləyə-izləyə gəldim, sizi tapdım. Yəni, o qədər o adamı dinləmişdim, nöqtə virgülünə qədər. Dağa getmədən öncə hər bir dağçı, hər bir alpinist fikrən, zehnən, düşüncə olaraq o dağı dəfələrlə incələyir, çıxır, düşür və s. Və mən o yolu o qədər düşüncəmdə, filmlərdə, kitablarda, nə bilim, harada mümkünsə də artıq o qədər gedib gəlmişdim ki, mən ora gedəndə belə bir hiss yaşamırdım ki, bu haradır, buradan necə keçəcəm. Ətrafınızda, məsəl üçün, İsrafil bəy və onun qardaşı da Bəli. Onlarla da danışmışdınız. İsrafil bəy bu günə qədər Azərbaycana nə ki peşəkar alpinistlər gətiribdi, mən onların heç bir görüşünü buraxmamışam. 2016-dan bu tərəfə kimlər bura gəlibdirsə, İsrafil bəy olsun, bilmirəm, işte ayrı-ayrı dağçıların dəvət elədikləri peşəkar dağçıların, mən onların hamısının görüşünə getmişəm, hamısını diqqətlə dinləmişəm. Hamısını Everest haqqında da, digər dağlar haqqında da fikirlərini dinləmişəm və elə İsrafil Aşurun özünün dağlar haqqında olan fikirlərinə, nə bilim, bütün intervyularına, hamısına bir-bir baxmışam. Bu vacibdir. Yəni, kontaktınız vardı İsrafil bəylə? Əlbəttə. Nəinki İsrafil bəylə? Çünki o da sizi aşağıda deyirsiniz, gözləyir. İsrafil bəy xəbər tutan kimi mənimlə əlaqə saxladı və nə kimi kömək edə biləcəyini mənə təklif elədi. Mən elə bilirdim, onlar sizə hazırlayıb ümumiyyətlə. Hazırlamaq deyəndə İsrafil bəy bildiyiniz kimi burada yaşamadığı üçün o gedir, bəzən gəlir, nə bilim, dağ ekspedisiyaları falan. Bizim elə sıx görüşməyimizə imkan olmur, sözün açığı. Amma xəbər tutanda ki, biz bir-birimizdən, əsasən də İsrafil müəllim də məsələn üçün, xəbər tutanda ki, hansısa bir dağçımız, hansısa biri zirvədədir, mütləq şəkildə yazır, sorur, nə lazımdır. Çünki həm kontaktları var, həm alpinistlər, peşəkar alpinistlər, onlar bir-birlərini çox yaxşı tanıyırlar və s. Və elə oldu ki, o da mənlə əlaqə saxladı və o izləyirdi ki, indi hardadır Vəfa və necədir. Ona görə belə mənim bələdçimlə də mesajlaşırdı və s. Bu da çox gözəl bir şeydir. Yəni, sənin vətənindən olan alpinist, xəbəri var, sənə dəstək. Əlbəttə, sən rahatsan ki, orada sənin haqqında bilən biri var və sən daima sənin haqqında düşünür və yazır və bu özü də güc verir, qüvvət verir. Belə. Vəfa xanım, nədən başlayır ümumiyyətlə dağa çıxmaq, Everestə çıxmaq? Nepala getməkdən yəqin ki? Nepala getməkdən başlayır. Yolculuq gedirsən, yerləşirsən. Əgər bir qrupla gedirsənsə, bələdçi ilə gedirsənsə, qısa görüş olur və ondan sonra hazırlaşırsan və dağa gedən yolculuğa başlayırsan. Yəni. Orada şirkəti seçməlisən, düzdürmü? Şirkəti seçməlisən. Bəli, mənim dediyim kimi bugünə qədər Azərbaycana çox dağçılar gəlibdi və mən onların hamısına hər dəfə görüşə gedəndə o müştəri gözü ilə getmişəm. Mən o adamdırmı məni Everestə aparacaq? Danışırdı, dinləyirdim, görürdüm ki, möhtəşəmdir, amma bu o deyil.
Və yaxud da ki, mən ona hazır deyiləm və yaxud da ki, hələ həyat məni, belə deyim də, itələmirdi ki, sən getməlisən. Amma başa düşürdüm ki, məsələn, 3 il sonra getsəm belə bu o deyil. Növbətisinə gedirdim, yenə müştəri gözü ilə baxırdım, əlimi sıxırdım, danışırdım, sual verirdim və s. Və elə oldu ki, növbəti bura dəvət olunan şəxslərdən biri də Valentin oldu, Ukrayna vətəndaşı, belə ki, hansı ki, o bu kimi ekspedisiyalar aparır. O dəvət olunmuşdu bura, Elmira xanım dəvət eləmişdi və mən də o zaman eşitdim ki, real Everestə gedən şəxslərdən biridir də və mən də artıq uzun illər keçib və hazırlığın artıq elə dönəmindəyəm ki, elə bir axtarışdayam. O gəldi, mən onu dinlədim, onun izahlarına, şərhlərinə diqqətlə qulaq asdım. O orada bir də qeyd eləyəndə ki, mən bu strategiyaları qururam, bu plan, bu səliqə, axı mən həm də bir pedaqoqam, bir müəlliməm, bu mənim qəlbimə getdi. Tak elədi dəydi. Mən də pedaqoqam və müəlliməm. Nə müəllimi? Mən ingilis dili müəllimiyəm, ixtisasca, filoloqam, eyni zamanda siz danışırsınız, mənim səsimi batırsın dünya və Amerika ədəbiyyatını master olaraq bitirmişəm və beynəlxalq sertifikatlı müəlliməm. Ümumiyyətlə dərs deyirsiniz hardasa? Everestə qədər deyirdim. Everestə qədər deyil. Yəni son 2 il mən dərs deməyi də, məktəbi də, universiteti də kənara qoydum. Səfərbər olmaq üçün. Tam səfərbər olmaq üçün. Siz ümumiyyətlə peşəniz nədir? Nə işlə məşğul olmusunuz? Mən həyatımın 20 ildən çoxunu məktəb və universitetlərdə müəllim olaraq, koordinator olaraq fəaliyyət göstərmişəm. Hansı məktəbdə işləmisiniz siz? Mən başlamışam kənd məktəbindən. Götürmüşəm çantamı, getmişəm kənd məktəbinə ki, təbiət rayona. Bəli. Hansı rayon? Xaçmazın Sərkərli rayonunda, kəndində mən işə başlamışam. İndi Xaçmazın Sərkərli kəndində baxırlar deyirlər ki, bizim müəllimə Everestə qalxır. 100%. Çünki mənim orayla əlaqələrim bitməyibdi. Orada o məktəbdə oxuyan qızlar üçün də siz nümunə olursunuz. Dolayısıyla 2 qat. Düşünürəm ki, bu belədir. Çünki mən hətta hələ o vaxtlardan danışıram. Mən onların qəhrəmanı idim ki, bir xanım şəhərdən durur, gəlir, bizə dərs deyir, burada yaşayır. Çalı quşu, o zamanın çalı quşusu, həqiqətən elədir. Mən o kəndə hətta ayağımı basanda bütün kəndin cəmaatı çıxırdı. Bilirdilər ki, mən gəlirəm, Vəfa müəlliməm. Yəni mən hər zaman belə sevgi ilə qarşılanıb, sevgi ilə yola salınırdım. Çünki o zamana qədər həmin məktəbdə ingilis dili müəllimi yox idi. Heç kəs getmirdi. Yəni bax belə və çətin idi o. Neçənci illərdir? 2005. 2005-dən danışıram. Xaçmazdan sonra hara gəldiniz? Xaçmazdan sonra mən artıq orada belə deyim də 2 il təyin olunmuşdum və 2 ildən sonra artıq zaman idi ki, mən də evimə qayıdım, ailəmə qayıdım. Ailə də deyirdi ki, sən geri qayıtmalısan da. Getdin, işlədin, töhfəni verdin. Sən geri qayıtmalısan. Geri qayıdandan sonra Bakı şəhərində nə ki özəl məktəblər bilirsiniz, hamısında belə müxtəlif zamanlarda dəvət almışam və işləmişəm, amma son pandemiya qədər deyək də 6-7 ili Azərbaycan Müəllim İnkişaf Mərkəzinin təlimçi müəllimi olmuşam və təlimçi müəllim kimi də artıq mənə şans yaranıbdı ki, bütün məktəblər, bütün rayonların, kəndlərin məktəblərinə gedim və oranın müəllimlərinə təlim verim və belə ünsiyyətdə olum. Ona görə indi mən məktəb adı deyə bilmirəm, çünki mən demək olar ki, bütün məktəblərdə olmuşam. Ona görə özünüz müəllim olduğunuza görə həmin o Ukraynalı adam o danışığı, sistemli və planlı olmağı və eyni zamanda pedaqoq olmağı, yenə deyirəm də, o sənə bir mesaj gəlir axı. Mənim qəlbimə getdi ki, bu adamın həm də bu tərəfi var. Bu adamın həm də bir təşkilatı tərəfi var. Onun hədəfi var. Yəni o bizə, mən bilirəm necə baxacaq da, bir tələbə kimi, bir şagird kimi hədəfə çatdırmaq istəyəcək. O bizim üçün çalışacaq. Çünki müəllimin xisləti budur. Müəllim başqa cür ola bilmir. Müəllimin artıq təbiətində bu var. Onu deyəndə mən də belə kənardan oturmuşdum, yer yox idi. Birdən belə döndüm, baxdım, orada artıq mənim tam diqqətim ona getdi ki, bu deyəsən mənim adamımdır. Bax belə. O bunları danışandan sonra bura gəlirlər təlimə, sonra isə Nepalda təlimə deyəndə dediyim kimi də, yəni dəvət olunurlar bizdə. Sonra Nepalda onlar qrupları dağa qaldırırlar. Bəli, nəinki Nepalda. Mən qərarı gələndən sonra yazdım, bildirdim ki, bəs Bakıda siz dəvət olunmuşdunuz, mən sizlə oradan tanışam. Bəs mənim belə bir niyyətim var.
mən belə bir şey istəyirəm. Amma mən yenə də sizi dağda tanımalıyam oradan əvvəl və istəyirəm siz məni görəsiniz və siz bir dağçı kimi qərar verəsiniz ki, mən Everestə nə qədər hazıram. Ruhən, fiziki mən hiss edirəm, amma biz bir-birimizi görməliyik və təklif elədi ki, Cənubi Amerikaya gəlim. Orada Ohostel saladı dünyanın ən hündür vulkanik zirvəsidir. Yanvar ayında mən ora getdim. Həm orada görüşək, həm zirvə edək bərabər, həm mən sizin fiziki hazırlığınızı görüm, həm də mən dedim ki, mən sizi dağda görmək istəyirəm. Yəni mən çünki ciddi bir zirvəyə gedirəm və mən bilmək istəyirəm ki, mən necə bir insanla yol çıxacağam. Belə oldu ki, mən getdim, zirvəni bərabər etdik və o zirvədən enəndən sonra artıq dedi ki, hazırlaş. Və bu hazırlaş, o hazırlaş, mən gəldim, dedim ki, vəssalam, artıq zamandır, zaman yetişdi. İldə 2 dəfə həmin o pəncərələr olur ki, Everestdə dırmaşmaq olur. Everestdə əsasən aprelin sonu, may ayı pəncərə açılır və bütün idmançılar, alpinistlər həmin dövrdə dırmanış edirlər. Bəzən payızda da olur deyəsən. Mənim elə bir məlumatım yoxdur o haqda. Və onda aprel ayında bir 15 gün, hə, təxminən olur? Yox, 15 gün deyil. Hardasa bir aydan çox müddəti əhatə eləyir. Və bu həmin o dövrdür ki, Nepal dövləti qaymaq yığır da. Çünki çox bahalı bir şeydir. Çox bahalı bir şeydir, bəli, bahalı yolculuqdur. Burada söhbət gedir 60 min, 100 min arası və daha çox da ola bilər. Baxırsan orada nə istəyirsən, hansı xidmətlərdən istifadə edirsən və s. Amma ümumi paketlər belə 60 min, 70 min, 80 min dolları əhatə edir. Hələ bu paketin özüdür. Sizin geyiminiz, avadanlığınız, uçuş, sığorta və s. bunlar da üzərinə gələndə doğrudan da bir ciddi rəqəm eləyir. Yeri gəlmişkən sığortanın içinə ölüm də daxildirmi? Sığortanın içinə, məsələn, mənim aldığım sığorta bu idi ki, hər hansı bir riskli vəziyyət olarsa məni evakuasiya eləmək, hospitala aparmaq və mən ayrıca bir dənə də belə bir paket aldım ki, sağlıqla əlaqəli nəsə olsa mənə tez müdaxilə eləmək və s. üçün ki, rahat olum, ruhən rahat olum ki, hə, yəni bunlar da var, nəsə olsa mənə kömək eləyəcəklər. Bu məsələdə ümumiyyətlə sponsor olmalıdır, yoxsa öz hesabınıza eləyirsiniz? Bilirsiniz, əlbəttə ki, yaxşı olar ki, indi Azərbaycan dağçılığı düzdür, indi elə dönəmdədir ki, bu nə bir o qədər çox məşhur deyil, nə bir o qədər belə deyim də zəif deyil. Artıq tanınmaqdadır. İnsanlar sizə burada bir haşiyə çıxım. Biz kompakt ölkəyik, böyük ölkə deyilik. Bəli. Və bizim ölkəmizdən artıq neçənci adamdır Everestə qalxır. Bəli. Və bu, belə deyim ki, belə kütləvi idman növü deyil, kütləvi bir məşğuliyyət deyil və az da alpinistlərimiz onların arasında artıq necə ulduzlar, simalar var. Yəni mənə elə gəlir çox böyük uğurdur. Əlbəttə çox böyükdür, amma yenə də həmin o dediyiniz sponsor məsələsinə qayıtsaq, indi müraciət eləmək və özünü bir alpinist kimi təqdim eləmək və hədəflərini demək, bu bizim sponsorlar üçün də biraz çətin qərardır ki, bu kimdir, bunun belə deyim tarixçəsi nədir, biz buna pul ayıraqmı, ayırmayaqmı və s. Bu çox sual altında qaldığı üçün mən gördüm ki, mənim vaxtım azdır, mən özüm nəsə eləməliyəm və mən artıq öz maddi və dostlarım və tanışlarım bunları səfərbər elədim, amma yenə gördüm ki, mənim hələ maddi olaraq tam düzəlmir. Ona görə mən heç kəsə elan da eləyə bilmədim, xəbər də eləyə bilmədim, amma artıq mənə hə demişdi deyə mən çantamı götürdüm, getdim. Mənə vəd verən, söz verən dostlar və bəzi belə deyim də şirkətlər var idi. Mən onlara dedim ki, bax bizim bu qədər vaxtımız var. Mən uçana qədər, ora yerləşənə qədər sizdən cavab gözləyirəm. Siz mənə hə desəniz mən onu eləyə biləcəm. Çünki yenə deyirəm, maddi tam o vəsait tam toplanmamışdı və elə oldu ki, ora getdim, o prosesin özündən artıq müsbət cavablar gəldi. Məni burada belə deyim də dəstəkləyən şirkətdən cavab gəldi ki, biz sənə bu qədər dəstək ola bilirik, müəyyən qədər. Digər tərəfdən gəldi ki, biz sənə bu qədər köməklik edə bilirik və s.
Və mən ona görə deyirəm ki, bax mən Everesti belə görürəm. Bax Everest artıq məni özü çağırmışdı, təyin eləmişdi və bütün bu gələn köməklər, yollar bu bir insanın gücü deyil də, yəni bu təbiətin gücüdür, bu olacaqların gücüdür, bu baş verməli olan hadisənin gücüdür ki, hər kəsi elə bir səfərbər elədi və artıq oradan da mən müsbət cavabları alanda mən özümə dedim ki, demək ki, da bunun başqa yolu yoxdur da. Ona görə o qədər əminliklə mən zirvəyə gedirdim. Çünki bütün hadisələr elə baş verməkdə idi ki, ardı-ardına elə özü-özünü gətirirdi ki, sən görürdün ki, bu hazır ssenaridir. Və sən ancaq orada özünü, belə deyim də, nədir, başrol o qəhrəmanı canlandırmalısan. Bir dənə o hissəsi mənə düşürdü. Ona görə artıq heç nə haqqında düşünmürdüm, heç nəyi sual altına almırdım, heç nəyə götür-qoy eləmirdim ki, görəsən olar, ölərəm, gedərəm. Mən deyirdim ki, bax indi bunu yenə də gəlir mənim dilimə ki, yəni işıq yanıb, mikrofonu taxıblar, mən danışmalıyam da. Everest də mənim üçün o idi. Hər şey hazırdır. Hamı durub deyir ki, indi çıx da, yəni hər şey artıq hazırdır. Və mən artıq ancaq öz missiyamı yerinə yetirdim və getdim zirvəni elədim. Belə. Orada bələdçiləri seçəndə həmin o adam sizin üçün bələdçi seçdi, yoxsa necə? Orada bələdçi seçəndə də mən birinci öz bələdçimə dedim ki, sən artıq məni tanıyırsan, dağda da görmüsən, çox xahiş edirəm, elə birini mənə ver ki, biz bir-birimizə uyğun olaq. O dedi ki, bilmirəm Vəfa. Yəni mənə elə gəlir ki, yenə də onların içindən kimsə sənə seçiləcək də. Yəni mən seçməyəcəm, sanki o özü seçiləcək. Və belə oldu ki, bizim komandadan olan digər vətəndaşlar, bələdçilər gəldi, biz onlara şerpalar deyirik. Şerpalar gəldilər, onlar belə dayandılar. Və seçim belə oldu ki, məsələn üçün bu iştirakçı bizim ən hündür iştirakçımızdır, bu da ən hündür bələdçimizdir. Bunlar Nepallıdırlar. Deyəsən bunlar bir-birinə uyğun gəlir və s. Və qayıtdı birinə də dedi ki, məsələn bu bizim ən belə səbirli şerpamızdır, ən belə detallı və səbirli şerpamızdır. Həmən an mənim gözüm ona düşdü ki, görürsən bununla belə. O da dedilər ki, məncə bununla elə bu Azərbaycanlı xanım, bunlar bir yolculuq eləsinlər. Və mən sevinirəm ki, mən o şerpanı seçdim, və ya da o şerpa məni seçdi, və ya da biz bir-birimizi seçdik. Onlar sizlə bərabər axırıncı 8848-ci metrə qədər çıxırlar. Mütləq. Onlar hamıdan çox olub da Everestdə o zaman. Bəli, məsələn mənim şerpam... Alpinist deyirlər. Onlar alpinistlər, onlar dağçıdırlar. Əslində ən böyük rekordları onlar vururlar. Ən böyük rekordları onlar vururlar, bəli, əlbəttə ki. Onlar peşəkardır. Onlar peşəkardır, onlar yolu bilir, onlar o hündürlüklə tanışdılar. Yəni onlar orada artıq, belə deyim də, təcrübəli şəxslərdir. Və Everestdə hal-hazırda da əsas şərtlərdən biridir ki, sən mütləq bələdçi ilə və şerpa ilə getməlisən. Neçə nəfər olmalıdır? Yəni bir nəfər olmalıdır mütləq. Amma məsələn bizim komandadan biri idi, o 2 şerpa götürmüşdü ki, 2 dəstək olsun, 2 insan onun oksigeni, daha çox oksigeni olsun, daha çox köməyi olsun. Yəni 4-5 balon yetər oksigen. 4-5 balon baxır da. Məsələn mən Everestdə bir çıxanda istifadə elədim. Zirvədə mənim oksigenim bitdi biri, digərinə dəyişdik və artıq 4-cü kampa çatanda tam çatırdıq. Gördük ki, bitir, yenisini dəyişdik. Harca 2-3 balon getdi məndə. Mən bir qadın haqqında qulaq asdım. O Hindistanlı idi, Kanadadan gəlib çıxmışdı. Bəli. Xatırlayırsınız, yəqin onun adını da siz xatırlayırsınız. O ölmüşdü orada. Heç hazırlığı olmamışdı. Onun 5 balonu var, o da 5 balon onu görməmişdi. Necə ola bilər elə? Çünki hazırlıqsız olubdu, o sürət olmayıbdı və istifadə, yəni o qədər asta gedibdi ki, o daha çox belə deyim, oksigenden istifadə eləyibdi. Və yaxud da ki, məsələn mən oksigenin orada dərəcəsi var da, 0,5, 1, 1,5, 2. Mən onu o qədər az qoymuşdum ki, yəni bilim ki, gəlir. Öz nəfəsiniz çatır. Öz nəfəsim deyəndə biraz da psixoloji bir şey var da. Sən hiss edirsən ki, buradan oksigen gəlir, amma dərəcəsinə baxmıram. Hətta şerpama dedim ki, sən mənə demə də, orada neçə qoyursan. O da ən aşağısını qoyubdu ki, bu gedir də, onsuz da. Ona görə mən az istifadə edirdim. Bəzən o balon donur da, hə? Balon
donmur. Balonun o... Amma o üçün, bəli, orada olan problem yaşana bilər. Məsələn üçün, dona bilər, qırıla bilər, hər şey ola bilər də. İlahi. Hər şey ola bilər və mən orada nə düşünmüşdüm? Şans məsələsidir. Mən orada nə düşünmüşdüm? Bizim bir dənə də maska vermişdilər. 2 maska yox idi da. Bir maska idi, hansı ki istifadə edirdim. Biri də çadırda, bəlkə də görmüsünüz belə 2 dənə tübük gedir buruna, oradan belə yemək yeyərkən çadırda istifadə etmək falan. Mən çıxarkən onu da çantama atdım. İşdi, birdən nəsə olsa, ən azından bu mənim köməyimə çata bilsin. Və yaxud da ki, şerpaya dedim ki, şerpalar daha hündürlüyə dözümlüdülər, oksigensiz şəraitə və s. Hətta şerpada oksigen istifadə edirdi, amma mən ona tapşırdım, dedim, görsən ki, belə yox, belədir, sən mənə bu şeydə də kömək eləyəcəksən. Biz bunu öncədən razılaşdıq. Yəni, bu kimi şeyləri düşünürdüm. Hətta çıxmadan öncə onlar bizə oksigen maskasını verdilər, oksigenləri və s. Və əminliklə dedilər ki, bunların hamısı yoxlanılıbdır və hamısı işləyir. Mən dedim ki, nəsə işləməli. Baxın. Mən dedim ki, tamam, çox gözəl. O zaman birini baxın da, görüm necədir, mən bunu, onsuz da bizə bunu öyrədəcək, baxacağıq, amma belə. Mən maskamı taxdım, mən hiss edirəm ki, mənə oksigen gəlmir də, mən bunu hiss edirəm. Mən deyirəm ki, yox, mənim maskam işləmir, təşkilatçı deyir ki, ola bilməz də, yaxşının da falan. Hətta öz bələdçim deyir ki, yaxşı da və falan, yaxşı deyil axı falan düşməkən. Deyirəm, nə bilim, mən belə hiss edirəm. Bəlkə mən birinci dəfədə belə istifadə edirəm, bəlkə yanlış bilirəm. Maskamı götürdülər. Maskama baxdılar və gördülər ki, içində 2 dənə nə bilim nəsə var, xarabdır. Okay. Və götürdülər. Yoxlamayıblar demək. Ya yoxlamayıblar, ya təsadüfən belə alınıbdır. Və baxın, çox yəqin ki, yoxlamayıblar. Çünki mən də filmlərə baxa-baxa gəlmişəm sizin yanınıza, yəni sizlə görüşə. Orada da deyilir ki, şirkətlərin çoxu vicdansızdır sadəcə olaraq. Yəni yoxlamırlar və yaxud da ki, zəif avadanlıq verirlər. Ola bilər. Məsələn, mənim o getdiyim şirkət həqiqətən öz nüfuzunu çox düşünəndir. Görürsən ki, əlindən gələni maksimum edir ki, buradan da etimadı doğrulsun və növbəti ekspedisiyalar üçün də bu yol açsın. Onlar çox çalışırlar bundan ötürü. Bilmirəm, indi bu təsadüfdürmü, bu mənim diqqətimin özümü yoxlamaqdırmı, bu mənim, bilmirəm, indi nə edirsə bu oldu da və dediyiniz o Everest çağırır. Yəni onun içindədir. O Everestin çağırış paketinin içindədir. Paketinin içindədir. Hə, buna da bax. Bir buna da bax, bir buna da diqqət elə. Onlar orada düzəltdilər və s. Baxdıq, yoxladıq. Mən düşündüm ki, hə, hələ kamp 1 var, 2 var. Mən orada bunu bir dənə də yoxlama şansım olacaq. Və o ikinci, o dediyimi də verəndən sonra mən dedim ki, artıq heç bir məsələ yoxdur. Biz bunun bir yolunu tapacağıq. Uzaqbaşı şerpankindən belə alacağam, nəfəs alacağam, verəcəm, nəfəs alacağam, verəcəm. Uzaqbaşı da, yəni düşünürəm ki, budur, növbəti B plan budur, olmasa C planı bundan ibarətdir. Bax belə. Şimal tərəfdən qalxmaq olur. Olur, bəli. Siz hansı tərəfdən qalxdınız? Cənubdur. Siz həmin o yaşıl batinkaları, yaşıl çəkmələri görmədiniz. O şimaldadır. Yaşıl çəkmələri. Məşhur Everestdə qalan bir alpinistin yaşıl çəkmələri, yəni özü də oradadır. Özü də oradadırsa, onu görməmisiniz. Demək, tam zirvəyə çatarkən, zirvənin yaxınlığında biri var orada, donmuş vəziyyətdə, asılı vəziyyətdə. Yəni belə. Siz birini gördünüz. Mən birini gördüm, bəli, mən birini gördüm real. Sonra bir çanta gördüm, o da ipə birləşik formada qalmışdı. Dedilər ki, bu ölən alpinistlərdən birinin əşyasıdır. Buradadır, elə burada da qalıbdı. Amma zirvəyə çatanda, yəni həmin elə o ölünün üzərindən adlayıb keçirsən, hətta tullanıb keçirsən. Mən istəyirəm siz hər şeyi mərhələ-mərhələ danışasınız, amma arada da mənim suallarım əmələ gəlir. Mənə elə gəlir ki, Everest çox amansızdır və hətta bəzən insani hissləri əliyir. Əliyir də yox, sadəcə olaraq onları neytrallaşdırır. İnsani hisslərdən aşınıb getməlisən. Çünki bildiyim qədərilə çox nadirən orada kiməsə kömək eləyər. Dalını alıb gətirməyi, aşağı indirməyi bir tərəfə, çünki o çox böyük yükdür, onun altına heç kim girmir. Ümumiyyətlə yaxınlaşmırlar, hətta bir Sharp adında bir alpinist vardı. Onun yanına 42 nəfər keçib gedib. Discovery-nin çəkiliş qrupu keçib. Bildim, siz kimi deyirsiniz. 42 nəfər heç kim də yaxınlaşmayıb. Yəni qəddarlıqdırmı bu, yoxsa reallıqdır?
Bilirsiniz necədir? Birinci Everestin o xarakterini mənə göstərdiyi xarakteri bu oldu ki, Everest dünyanın ən hündür zirvəsidir, ən möhtəşəmidir, ən əsrarəngizidir və bilirsiniz, Everestin belə deyim də zirvəsindən də baxanda və aşağıdan da Everestə baxanda sən elə bir baş gicəllənməsi keçirirsən ki, elə bir daxili, ruhi, bilmirəm, fiziki baş gicəllənməsi keçirirsən ki, yəni bu qədər gözəl, bu qədər möhtəşəm, bu qədər sözlərlə ifadə etməsi çətin olan bir belə deyim də nəhəngliyi hiss edirsən ki, yaradan bu yer kürəsinin belə ayaqda qalması üçün bu qədər möhtəşəm bir dağ. Everest mənə özünü göstərdi ki, mən burada nəhəng yaradılışam, dayanmışam. Siz bura gedib gəlirsiniz, siz burada özünüzü sınayırsınız və mən burada sakit durub sizə baxmaqdan başqa ölümünüzə, qalibiyyətinizə, məğlubiyyətinizə, özünüzü kəşf etmənizə, rekord qırmanıza, işte nə bilim nələr üçün mənim sinəm sizə açıqdır və siz bunu burada təcrübə edirsiniz. Mən sizə şahidlik etməkdən başqa heç nə edə bilmərəm, deyə Everest orada dayanmışdı. Yəni mən Everestdən onu görmürdüm ki, yəni bunun məqsədi belə deyək də biz bədii belə öldürməkdir. Yox. Orada bəs insanlar? Ancaq insanlar özlərini ora həqiqətən sınamağa gedirlər. Yəni bu bir özünə sınaqdır, bir missiyadır, bir çağırışdır. Mən bilmirəm, hər kəsin rekord qırmaqdır, işte nə bilim birinci olmaqdır və s. Egodur. Everest egodur. Hər şey var da bunun içində biz hər şey tapa bilərik. Bu dediklərimizin hamısını birində də tapa bilərik, yalnız birində tapa bilərik və s. Bəzən xas egodur ki, insan insana kömək eləmir artıq. Orada belə bir şey var. Bəlkə də niyə biz hətta belə cümlələr eşidirik ki, dünyanın sonu gələndə, nə bilim, qiyamət günü olanda heç ana balasını tanımayacaq, bala anasını tanımayacaq. Onlar bir-birinə kömək eləməyəcək. Sizə deyim ki, mən elə dağlarda olanda, həmişə mən cəhənnəmi belə odlu, tüstülü, qaynar qazan falan. Cəhənnəm həm də buzluqdur, qarlıqdır, soyuqdur. Bilirsiniz nədir yəni? Ora, həmin o keçdiyim nərdivanlar ki var idi, deyirəm elə bir sıratdır da bu da. Keçirsən. Biri düşür, biri keçir, biri ölür, biri qalır. Baxın, bu da bir yolculuqdur. Və sən orada, məsələn, mən orada bu keçə-keçə gəlirdi ki, bu da elə onun bənzətməsidir də, bu da mənə onu xatırladır. Ya bu burada artıq forması var, üst-üstə düşürlər harda və mənə belə deyim, oyanış gəlir, belə bir bənzətmə, belə bir müqayisə gəlir. Və ona görə onların yanından keçməyin egosunu deyirsiniz də. Orada insanın dağ xatırladır ki, sənin elə köməyin ancaq elə özünə dəyər. Qurtara bilsən, elə özünü qurtararsan buradan. Sən elə belə bacarsan, elə buradan özün sağ-salamat çıxıb gedəcəksən. Yəni Everest həmin o yerdir ki, orada insan ən çox fərd ola bilir. Bəli. Və sən başa düşürsən ki, burada sənin ən birinci işin özünü qurtarmaqdır. Bəzən kənardan belə görsənir ki, o onun yanından keçib getdi. Çünki o adam başa düşür ki, elə ancaq özünə ancaq kömək eləyər. Yəni o ona kömək eləsə, o ikisi də ölüb orada qalacaq. Yəni dənizdə biri boğulur və siz öz üzmə bacarığınızı bilirsiniz. Siz bilirsiniz ki, istəyirsiniz o insanı qurtarasınız. Amma bilirsiniz ki, özünüzü ora atsaz, heç gedib ona çatmadan öləcəksiniz. Və yaxud da onu da batıracaqsınız. Şarpın anası demişdi ki, bu zirvə demişdi, oğlu öləndən sonra. Bu zirvə elə bir zirvədir ki, o kömək, yardım, mərhəmət, elə hisslər tanımır. Ora insan çıxırsa, yalnız özünə arxayın olmalıdır və ona görə də kiminsə mənim oğluma kömək eləməməyini ümumiyyətlə məni sarsıtmır. Bu çox maraqlıdır ki, dağa çıxmayan bir insan əgər bu sözü dilinə gətirib deyə bilirsə, bu deməkdir ki, ya bu həmin insanın dilindən dağlar haqqında çox şeylər eşidilib, ya çox məlumat var. Çünki bunu hər adam deyə bilməz. Çünki kənardan yenə deyirəm, insanların şərhi budur ki, nə qədər mərhəmətsiz, nə qədər egosu yüksək falan. Amma sənin orada gücün ancaq özünə çatar. Ancaq özünə çatar. Orada nə qədər insan dünyasını nədən dəyişir? Bir də görürsən, gəl, heç nə baş verməyib də, çata yıxılmadı, hər hansı bir şey baş vermədi. Məsələn, bizim tanıdığımız dağçılardan biri Everest zirvəsini elədi
Elə birinci o 4-cü kampda qayıdırıq, hardakı əşyalarımızı götürürük, biraz dincəlirik və aşağı enirik. Yeməyini qarışdıra başını qoydu, öldü. Yəni bu insanın gücü orada bitdi. Belə bir insan başqasına necə kömək eləyə bilər? Və yaxud da ki, biz orada gördük ki, bunun həyatı bitdi. Biz özümüz də əmin deyilik ki, bizim nə qədər gücümüz var aşağı enməyə. Biz ona necə kömək eləyə bilərik? Ümumiyyətlə biz onu nə eləyə bilərik? Heç nə eləyə bilmərik. Bax, bu orada insana, özünə bir daha nəzər yetirməyə, belə deyim də, vadar eləyir. Everest deyir ki, bax, sən busan da, yəni sən busan, sənin gücün budur. Sən bura qədərsən. Həm də özünü real qiymətləndirməyə. Əlbəttə, özünü real qiymətləndirirsən. Məsələn, siz real həyatda nə qədər meydin üstündən tullanıb gedib rahat işinizi görə bilərsiniz. Məsələn, çəkilişim var bir meydin üstündən nə qədər? Yox, çünki burada komfort zonadır, rahatdır, atarsınız, deyirsiniz, görəsən nə oldu falan. Orada amma sən zirvəyə gedirsən və heç sən bilmirsən, sən elə dönəndə nə olacaq? Bəlkə elə sən də elə öləcəksən. Müharibədən betərdir, çünki müharibədə insan tutarır. Everest mənim üçün döyüş meydançası idi, özümlə döyüş meydançası idi. Özümlə, öz fiziki gücümün hara qədər olduğunu test eləmək, öz ruhumun məni hara qədər aparacağı, mənəvi gücümün hara qədər çatacağı, mental dözümlülüyümün hara qədər olduğu üçün o mənim üçün bir döyüş meydançası idi. Mental dözümlülük demişkən, elə bir an olur ki, hərəkət edirsən və prostrasiyaya düşürsən, bilmirsən ki, ümumiyyətlə hardasan. O mental beyin oyunları, zəka oyunları, əql oyunları, beyin ümumiyyətlə başqa cür işlədiyi dövr olurmu orada? Çox olur, əlbəttə çox olur. Çox olur. Mən bunu daha çox nümunələrdə eşitmişəm. Görünür ki, mən hər yolculuğu özümlə danışa-danışa getdiyim üçün elə bir düşüncəmi, ağlımı, belə deyək də, şuurumu anda saxlayırdım. Çalışırdım ki, onu orada saxlayım, o başqa yerə getməsin. Gedər, mən onu geri qaytara bilmərəm. Mən ondan sözün açığı çəkinirdim. Məsələn üçün elə nümunələr olub. Elə nümunələr var ki, hətta məsələn üçün dostlarım da bölüşür, paylaşır. Bir də görürsən gedir, deyir ki, məsələn yolu başqa yerə gedir. Deyirsən ki, hara getsən? Deyir, "Falan kəs məni çağırır, mən falan kəsi görürəm, mən onun dalınca gedirəm." Və ya da ki, falan yerdə bax orada elə bir mən nəsə görürəm, gedim görüm. Görürsən ki, artıq reallıqdan uzaqlaşıbdı. O ağlın oyunları gəlir, oksigensizlikdir, bəli, oksigensizlikdən nələrsə görür, hansısa halları yaşayır. Mən bunu bilə-bir yaşamadığım üçün bir şey deyə bilməyəcəm, amma özümü bilirəm ki, anda saxlamaq üçün və başqa bir belə deyim, cərəyana, başqa bir axı mən hündürlük qalxıram, oksigen çatışmazlığı var və bədənim başqa bir cərəyana düşər, reallıqdan uzaqlaşar. Və onu qaytarmaq mənə çətin olur. Ona görə mən özümü reallıqla birləşdirmək üçün həmişə saxlayırdım, öz əlimdən tuturdum. Yəni bildiyiniz özüm öz əlimdən tuturdum. Bildiyiniz özümdən söhbət edirdim ki, mən orada onun yolunu belə tapdım da ki, gördüm bu mənə işləyir. Özümlə danışmaq, özümü yola gətirmək. Gördüm bu işləyir. Dedim ki, bundan yapışım da, özümə dostluq eləyim. Və bax belə biz əl-ələ gedib gəlmişik. Vəfa xanım, bir neçə alpinist bir ipin üzərində olur, yoxsa siz ayrıca olmusunuz? Bəli, ümumiyyətlə demək başlayır. İpdən asılı, hə? İpdən asılı. Sözün əslindən asılı. İpdən asılı. Mən orada belə bir şey yoxdur ki, sən yol axtarasan, yolunu çaşasan. Orada bir ipdir və sən hər daim əmin olmalısan ki, karabin deyilən dəmir qarmaqlardır. Və sən bilirsən ki, məsələn, bu il Everestdə olan kəndirin rəngi portağal rəngində idi. Keçən ildən var idi, mavisi var idi, ağı var idi, köhnəlmişi var idi, qırılmışı vardı. Onları çıxartmayıblar da, onlar köhnəlibdi, qalıbdı. Amma sən yeni kəndiri görürsən və həmişə əmin olmalısan ki, kəndirdəsən, karabin ora birləşikdir, lazım gələndə bərkidilib, bağlanılıb və s. Sən yalnız zirvəyə qədər onun üzərində gedirsən. Yəni o ipin üzərindəsən. Həyatın bir ipə bağlıdır. Zirvədən də aşağı və yaxud da ki, baxır hardan gedirsən, aşağıdan zirvəyə bir dənə deyəndə ki, belədir. Məsələn üçün, hamı onun üstündə. Bu nöqtədən, A nöqtəsindən bu nöqtəyə qədər birdir. Ora çatırsan, yenə eyni ipdir, amma bərkidilibdir. Bərkidilmə yerləri o da. Bərkidilmə yeri var. Sən bu qarmağı çıxardıb buna salırsan. Gedirsən növbəti stansiyadır. Buradan ora növbəti nöqtədir və bir nöqtədən digər nöqtəyə. Sayılar varmı? Bilmirəm neçədir.
Yəni onu ora bərkidənlər daha çox bilir, amma kampların sayı 4-dür, bu heç. Amma onların metrəsi var, yəni neçə metrdir, neçə dənə punkt var. Bu texniki olaraq onlara lazımdır. Yəni bizə texniki olaraq bu lazım deyil. O ipin qırılma variantı ola bilər. O ipin qırılma variantı yox, amma nə var? Məsələn üçün biz Lhotstan enəndə Şerpam idi, bir də mən idim. Həmin müddət o dağda heç kəs yox idi. Enəndə biz karabini birləşdirdik, o da birləşdirdi. Orada buzun içinə bərkidilmiş belə bir o ipi özündə saxlayan belə bir dəmirdir. Biz gördük ki, o artıq günəş vurubdu, əriyibdi, o çıxmaq üzrədir. Bizim özümüzdə aləti var. Biz yeni bir orada belə deyim də stansiya qurduq, dəmiri ora birləşdirdik. Əmin olduq ki, o möhkəmdir. Həm bizim üçün, həm də bizdən sonra gələn dağçılar üçün. Şerpada yəni bunu bilir. Mən də bunu bilirəm, amma Şerpa daha çox hüquq daşıyır ki, orada o dəyişikliyi eləyə bilsin, texniki dəyişikliyi eləyə bilsin. Onu bərkitdik, kəndirimizi bir daha yoxladıq ki, hə, indi okeydir və biz oradan eniş elədik. Yəni yoxluyuruq, biz baxırıq. Bu demək deyil ki, elə biz kör-köranə birləşdirdik, getdik, baxırıq. Yerindədirmi, yaxşıdırmı, möhkəm dayanıbmı və s. Kimsə özünü pis eləyib, məsəl üçün o iplərin üstündən hamısında oturmağa filan yer yoxdur, asılı qalıb məsəl üçün. Onu necə keçirsiniz? Onu necə keçirik? Məsələn, elə mən özüm də tutam, yorulmuşam və yaxud da ki, su içirəm və yaxud da özümü yaxşı hiss eləmirəm, ipin üzərindəyim. Su donmur? Su donur. İçdiyim su termos olmalıdır yəni. Hətta termosun içində də dona bilir. Baxır ki, əgər 2 gün qalıbsa, məsələn üçün hündürlükdə, o da müəyyən bir vaxtdan sonra o da donur. Gəldi dağçı, görür ki, nəsə bu dayanır da və sən əlinlə, əsasən əlinlə işarə edirsən ki, keç, məni keç, yəni mən buradayam. O 2 dənə deyək ki var, birini birləşdirir, digər karabini, həmin o dediyimiz dəmir gətirir, buradan birləşdirir, özünü sığortalayır, daha sonra digərini çıxardır və sən də ona şərait yaradırsan ki, səni keçsin, o yoluna davam edir və belə-belə dağçılar bir-birini ötmə əməliyyatı eləyə bilirlər və yaxud da ki, keçirlər və s. Keçidləri biz belə edirik. Bəs həmin o ipdən asılan adamlar, bu 340 nəfərdən biri, deyək ki, öldü orada. Onu oradan sadəcə olaraq karabinini ayırıb qoyurlar qırağa. 340 nəfər eyni anda çıxış eləmir. Fərqli-fərqli vaxtlarda edilir. Deyək ki, də indi orada elə bir hadisə yaşandı. Hadisə yaşanırsa... Karabini ayırırlar, qoyurlar qağa orada. Bəli, biz ona heç nə eləyə bilmirik. Məsələn, karabini ayırırıq, tutam ki, orada başqa köməkçi iplər var. Ya ona asılı elirlər və yaxud da ki, onu oradan heç olmasa bir balaca hərəkət elətdirib başqa bir elə yerə qoyurlar ki, mane olmasın və sən elə yolunu davam edirsən. Əsasən amma ipdə ölmürlər də, nə bilim, gəlir kampda öldü, biri uçdu getdi. Yəni, biri var idi 4-cü kampa çatanda, belə bir kampı aşmaq üçün elə bir dağdan dağı aşırsan, orada da belə bir texniki bir yer var, jumar çəkirsən. İrişdiribdir, ya jumarı çıxıbdır, bilmirəm orada nə hadisə yaşandı, amma bizə Şerpa əlaqə saxlayanda ona dedilər ki, biri hal-hazırda uçdu getdi. Orada da ki, bax, belə bir maili istiqamətdir də, uçdu getdi, çara getdiyini də heç bilmədi, harasa düşdümü, düşmədimi, sonradan tapdılarmı, heç o məlumatı da bilmirəm, amma elə getdi, yəni. Onları oradan düşürtmək də birinə, mən bilən, ölən alpinistlərə hardasa $37.000, dövlət olaraq Nepal $37.000 xərcləyir. Bəli, onun xərcləri var, çox bahadır. Xərcləri bahalıdır. Qalxış, belə başa düşürəm ki, düz yuxarı elə deyil də, dağdır, çətindir və belə. Əlbəttə, yəni enişli, yoxuşlu, bəli. Məsələn, mənim ən xoşlamadığım, çünki bir dəfə rotasiya eləyirik, o yolu görürük. Bazaya qayıtdım, artıq 2-ci dəfə çıxanda dedim, ayda mən o yolu bir də gedəcəm. Məsələn üçün, kamp 1-dən kamp 2-yə, düşərgə 1-dən düşərgə 2-yə gedəndə, məsələn, oraya çata-çatda belə bir yeri var. Enirsən, çıxırsan, düşürsən, çıxırsan. Yəni, oksigen yox. Əzəliyə oksigen çatmır. Həmin yerlərdə oksigensiz keçirik. Yəni, 2-ci kampa qədər, 2-ci düşərgəyə qədər oksigensiz. 2-ci düşərgədən çıxandan sonra artıq oksigen istifadə etməyə başlayırıq. Oksigen yox, əzələ sözə baxmır, bədən sözə baxmır. Sən də durmadan iplə aşağı en, yuxarı çıx, aşağı en, yuxarı çıx. Və bunu elədikcə yenə deyirəm, hətta mən orada başa düşdüm. Bax, orada o gələn duyğu ki var idi. O duyğu buydu ki, ayda ölsəm də canımı qurtarsa, deyə bir duyğu gəlir. O qədər əziyyət çəkir ki, insanın bədəni. Peşman olma olur haqqəsən, hansısa mərhələdə? Mən o duyğunu yaşamamışam hələ ki, çox şükür ki, yaşamamışam. Çox çətin olanda oldu. Çox çətin olanda sadəcə olaraq bunu dedim özümə ki,
Bunu edəcəksən, bu başqa məsələ. Bundan sonra bir də düşün ki, belə yerə gələcəksən, yoxsa yox. Bax, orada onu özün-özünə deyirsən. Amma çıxılmaz vəziyyətdə də getməlisən. Orada, yəni, əlbəttə. Yarı yoldan qayıtmaq olur. Amma çıxılmaz vəziyyət orada bilirsiniz mənə nə deyirdi? Çıxılmaz vəziyyət mənə demirdi ki, ayda getmərsən, ölərsən, can falan məsələsi deyildi. Bilirsiniz nə idi? Bir dənə bu idi ki, sən bayraqla bura qədər gəlmisən. Sən hara qayıdırsan? Sən başqa düşüncən ola bilməz. Yəni bax orada, hətta o çətinlikdə belə mənə o duyğudan başqa heç bir duyğu gəlmədi ki, bayraq güc verir. Getmərəm, ölərəm, getmərsən belə olar falan. Mən dedim, nə danışırsan? Bu qədər dünyanın dörd bir yanından alpinist gəlir. Hər kəs öz bayrağı ilə ora. Mənim də Azərbaycan bayrağı. Necə yəni gedib orada dalğalanmayacaq? Bunun başqa yolu yoxdur da, yəni. Düzdür, mən bütün qəlbimlə Everestin özünə də, Yaradana da hər saniyə deyirdim ki, izin ver də. Yəni sən burada bir fırtına qoparsan, onsuz da mən kiməm ki, ora gedəm? Yəni bunu heç kəs eləyə bilməz. Sən buna izin ver. Amma qalan bütün hallarda deyirdim ki, yəni başqa bir variant düşünmürdüm, yəni başqa bir səbəb düşünmürdüm, başqa bir məsələ düşünmürdüm ki, ölərəmmi, qalarammı, donarammı, nə mi baş verər? Belə bir variantım yox idi mənim. Və xanım, nə qədər vaxt lazım olur qalxmağa? Bütün ekspedisiya tam günündən, bir gündən o axırına qədər 35 günü əhatə edir. Qalxmağa başlayandan qalxmaq budur. Qaydana qədər. Bir günüm getdi kamp 1, kamp 2, 2 gün, kamp 3, kamp 4, 4 gün, 4-cü gün çatırıq, dincəlirik və edirik Everesti. Hardasa 5 gün. Və ondan sonra eniş. Yenə də 6-7 bax belə günü əhatə edir. İndi mən Loxots etdim. Daha biraz artıq qaldım. Bax belə 7-8 günü əhatə edir əgər 2 zirvə eləyirsənsə və belə etap-etap, mərhələ-mərhələ gedirsənsə. Belə. Və tək qalırsan da, bir şərpadır, bir də sən. Tək qalırsan nə düşünürsən? Tək qalırsan deyəndə, yəni qrupla çıxırsan. Amma qrupla çıxanda da yenə deyirəm, hər kəsin özünün şərpası var. Yenə də egodur, bu çox individual bir işdir. Yenə də təkdir də. Yəni bu qabaqda gedirik, amma tutam sən bunu tanıyırsan. Bunun kimi yenə də insanlar gedir də, 5-lərlə, 10-larla insanlar gedir. Yenə sən təksən də, yəni yenə o ölən məsələsi var ya, yəni öldü, mən də ölsəm o da məni qoyub çıxıb gedəcək də, göy mənə niyə gedəcək ki? Danışmaq çətindir, danışmaq ümumiyyətlə danışmırsan. Ümumiyyətlə danışmırsan. Birinci, ona vaxt yoxdur. İkinci sırada elədir ki, oksigen maskası da var. Çox vacib sözləri, hətta məsələn mən şerpaya deyirəm ki, mənim oksigenimi yoxla. Mən bunu açıb ona demirəm ki, mənim oksigenimi yoxla. Bir dənə çiyninə vururam, işarə edirəm. O da belə baxdı, tutan belə elədi ki, oksigenin yoxdur. O indi belə eləyəndə mən ona heç danışmadan dedim ki, sakitləş, məsələn üçün mən yaxşıyam, işarəsini elədim. İpdə gözləyirəm səni. O da mənə işarə elədi, açdı falan filan, oksigenimi birləşdirdi. Mən də işarə elədim ki, belə də göstərdim ki, getdik. Yəni dayanmadıq. Bəs nə düşünürdünüz orada? Kimi düşünürdünüz? Hansı həyatınızın bəlkə mərhələsini düşünürdünüz? Mən bunu deyəndə çox da elə yenə də mənə yazır ki, necə yəni, sən necə anasan, uşaq düşünmürsən, sən necə falansan, nə bilim, onu demirsən, bunu demirsən. Sizin övladlarınız var. Hə, amma Neçə yəni övladınız mənim var? 2 övladım var. Oğlan, qız. Qız övladları. Böyükdülər. Biri 16 yaşındadır, biri 4 yaşındadır. 4 yaşı hələ Anam olacaq. Everestə qalxıb, yəni bu necə bir hissdir? İnsan özünün Everestə qalxmağa başqa, anam Everestə İşte onu qalxıb. deyirəm ki, bax mən orada özümə məhdəl qalıram ki, mənim gözümün qabağına heç kim və heç nə gəlmədi. Mən bir tək bu yenə deyirəm, hər yerdə səsləndirirəm, amma mənim bundan başqa cavabım yoxdur. Mən bayraqdan başqa və Azərbaycandan başqa heç nəyə düşünə bilmirdim o an. Siz möhtəşəmsiniz. Yəni bu orada və mən özüm gələndən sonra mənə aydınlıq gəldi. Mən başa düşdüm ki, bu niyə belədir. Mən Azərbaycan bayrağı ilə dünyanın heç bir yerində təkə-tək qalmamışam, başa-baş qalmamışam. Görmüşəm. Yox, yəni bu şans mənim olmayıbdı da. Burada görmüşəm Azərbaycan bayrağı, meydanı dalğalanır, Flame Tower-ın üzərində. Hər zaman görürsən, bu başqa duyğudur. Burada yarışlarda qaçıram, iştirak edirəm, bayrağı qaldıram. Bu da başqa duyğudur. Demək, Azərbaycanda, Azərbaycanlıların içində mən bayraq qaldırıram. Bu mənə başqa duyğu verir. Amma dünyanın ən hündür zirvəsində heç kəs və heç nə yoxdur və sən çıxardırsan, elə bir bayraqla bütün insanları
bütün Azərbaycanı, ananı, atanı, hər kəsi, yəni orada hər kəs var idi. Ona görə individual yanaşa bilmirəm ki, mən uşağım, ailəm. Oradan elə bir bayraq çıxanda mənim üçün o belə xəritədə gördüyünüz Qartal, Xəzər, insanlarım, dinim, dilim hamısı oradan çıxdı bayraq şəklində və hər kəsi orada elə bir simvolla mən gördüm. Bütün o bayrağı və salam. Yəni və onun timsalında mən hər şeyi gördüyüm üçün, yəni belə bir şey yox idi. Hə, uşağım, evim, falan. Yəni belə bir şey gəlmədi mənə. Bayraq gəldi. Və yenə deyirəm ki, mən bayrağı o fonda hələ görməmişdim. Mən bilmirəm bunu necə deyim. Yəni bayrağımı belə çıxartdım. Hətta videosu da var. Hə. Əlimdə də belə qalın əlcəklərdə külək də o qədər möhkəmdir belə tutmuşam ki, uçmasın. Və baxıram, deyirəm Vəfa, bayrağını düz tut ha. Bayrağını düz tut. Olur axı həyəcanlı olursan, belə edirsən. Hətta belə qarışıq şəkillərim də var mənim. Sonra dedim ki, bir dənə reallığa qayıt, tamam zirvədəsən, gözəl, amma bayrağını düz tut. Sən bunu aparacaqsan insanlara, Azərbaycanı təqdim eləyəcəksən. Tutmuşam belə və bunun mavi hissəsi səma ilə birləşəndə dedim, bu nə gözəldir. Bu nə gözəl bayraqdır. Ən gözəli də. Yəni, bayraq bu qədər mi gözəl olar? Bayrağa vurulmuşam, Şerpa da deyir ki, işarə edir ki, romantika vaxtı deyil də, gözümdə dolub ağlayıram. Mənə belə edir ki, çək də bu şəkli çək. Və belə bayrağı tutdum, möhkəm tutdum, şəkil çəkdirdim. Sonra da dedim ki, nə olar bir videoya basta, amma çıxartmadım oksigeni. Gördüm ki, vaxt yoxdur, bunu çıxart, onu elə. Bir dənə onu xatırlayıram ki, orada keçirdiyim duyğuları bayraqla silkəliyə deyirəm ki, bu nə gözəl bayraq. Bu nə gözəl bayraqdır. Bax, bu Azərbaycandır. Mən fəxr edirəm, mən Azərbaycanlıyam. Nə bilim, mən çox xoşbəxtəm. Mən bilmirəm, sözlər necə gəlirdisə, orada axı durub belə məntiqli fikirləşib belə nə cümlələr quracaqsan. Yəni sonra mən gəlib onu dostlarımdan bölüşürəm. İndi çox adam deyir ki, hə, duyğuludur, bizə təsir eləyir sənin bayraq haqqında olan o səndən gələn düşüncələr. Amma mənə idmançı dostlarım deyir ki, Vəfa, biz anlayırıq sən nə deyirsən. Deyirəm, anlata bilirəm, hə? Biz anlayırıq. Hətta o günləri bir xanım yaxınlaşdı, o gözəl pianoçudur, Azərbaycanı hər yerdə tərənnüm edir. Deyir, mən deyir, o qədər ağlamışam, deyirəm, niyə görə deyir, mən başa düşürəm sən nə deyirsən çünki. Mən deyir, ifa edirəm əsərimizi, o bayraq qalxanda deyir, bilərsən, mən anlata bilmərəm ki, o necə bir duyğudur. Görünür, mən ona görə deyirəm ki, hər yerdə, görünür, mən ilk dəfə də bunu təcrübə edirdim. Və bu əvəzsiz bir duyğudur. Hər sahənin birinciləri onu bilir. Hə, bir insanın gücü deyil. Hər sahənin birinciləri onu bilir. Eləmi? Bu o deməkdirmi? Doğrudan da, hə. Yəni, bir insanın gücünü və yaxud da bir xalqın gücünü duymaq, yəni yenə deyirəm də, həyatımda ilk dəfə də təcrübə edirdim və bunu ancaq belə dilə gətirib deyə bilərəm ki, bu möhtəşəm bir duyğuydu. Ona görə deyirəm, dostlarımdan biri Mahir Ağamirzeyev, o da məşhur öz sözünü idmanda demiş ustadır, cüdaistdir. O deyir ki, Vəfa, yəni mən səni o qədər anlayıram. Mən onda söhbəti tutdum ki, bu duyğu heç demə fərqli bir duyğudur və fərqli belə bir insanlar tərəfindən yaşanılır və bizi o ortaq insanlar gəlib artıq mənə tapıb deyirlər ki, biz bilirik sən nə deyirsən, biz bilirik. Onda məndə aydınlıq yarandı ki, bu demək ki odur. Yəni ona görə mən deyirəm də, yəni bir xalqın gücünü, öz xalqımın gücünü, mənsub olduğum yerin gücünü, torpağın gücünü orada hiss elədim, bayrağımızın gücünü orada hiss elədim və bayrağımızın gözəlliyini o açıq səmada görmək bu çox gözəl bir duyğuydu. Biz ümumiyyətlə bayrağımızı görəndə kövrələn millət təsəvvür edirəm orada. Bəli. Nə hisslər yaşayırsınız siz? Deyirlər ki, orada 100 dərəcə soyuq ola bilir. Küləkdən asıldı. 60 olur belə, amma külək də soyuq olsa 100. Hə, hiss eləmək kimi, hə. 40-45, mənfi 40-45. Məsələn, mən orada olduğum müddətdə aşağıda mənfi 20-25 aşağı kamplarda, amma yuxarı çıxdıqca, məsələn, mən soruşdum ki, bu neçə dərəcə soyuqdur da, məndə heç bir şey yox idi baxmaq üçün. Dedilər ki, indi mənfi 40-dır, mənfi 45-dir, amma küləyin sürəti də 110, nə bilim, 100 olunca, o dərəcəni də başqa cür hiss elətdirir. Yuxarısı meydancadır, yoxsa belə tam meydança deyil, belə bir başlıqdır. Dura bilirsən, amma orada da ipin üzərindəsən də. Məsələn, ipin açılsa,
Məsələn, mən Külə apara orada bilər. ayağa durdum şəkil çəkdirməyə, videoya. Məsələn, mən orada ipə bağlıydım, amma yenə də gördüm ki, elə mən bayraqla özüm də belə əsirdim. Böyük yer deyil mi? Çox böyük yer deyil, yəni o Onda elə sivridir də. sivridir, bəli, bax belə bir yerdir. Meydançası var, amma belə tam belə şey meydança deyil də, düz dura biləcəyin bir meydança deyil. Bir qalxıb düşməlidir ora. 3 də olur, 5 də olur, qrup şəklində dayana bilirsən. Çox böyük belə hərəkət eləmək olmur. Çox böyük hərəkət eləmək olmur. Olmur, yox. Çünki ipdir. Nəsə bir 3-4 nəfər yan-yana bağladınız, şəkili çəkdiniz və s. Məsələn, növbəti dağçılar gözləyir ki, enəsiz ki, onlar da çıxsınlar və fonda heç kəs olmasın. Yer balaca olduğu üçün fonda heç kəs olmasın. Hamı istəyir ki, o səma ilə falan, nə bilim, möhtəşəmliyi özündə əks elətdirsin şəkil. Yəni belə, ona görə orada nə görünür? Yəni yenə deyirəm, bax, siz o gözəllik məni elə əsdirirdi. O qorxu deyildi. O qorxu deyildi. Zaten çıxmışam da ora qədər. Belə bir dayandım, dedim qoy bir baxım. Bir dəfə belə baxdım ki, buludların üzərindəsən, buludlar aşağıdadır. Sən daha buludlardan o tərəfəsən. Yəni onu deyim ki, təyyarə 10.000 metrdə uçur, bu 8.848. Təyyarənin uçduğu yerə ayaqla gedib çıxmışam. Oturmuşam orada, buludlar, dörd bir tərəfin dağlar. Bir belə baxdım, inanırsınız belə bir ürəyim bax belə böyüdü. İkinci dəfə belə baxanda dedim, daha mən baxa bilməyəcəm. Bu bir dənə belə baxış bir ömür mənim bəsimdir. Yəni mən onu yaddaşımda saxlayım. Vəssalam, dağa təşəkkür elədim. Dağla qucaqlaşdım. Minnətdarlığımı bildirdim. Dedim, indi aşağı enmək vaxtıdır və biz belə də aşağı enirik. Orada Yaradana daha yaxın ola bilirsiniz. Ümumiyyətlə, nə bir Yaradan sənə başqa çarə də buraxmır. Yəni sənin, deyirəm də, başqa bir çarən olmur. Orada deyirsən ki, hər saniyəndə, hər addımında, hər nəfəs, çünki o qədər sakitlikdir, o qədər sükut var ki, sən elə nəfəsindən başqa heç nəyi eşitmirsən, sən nəfəs-nəfəsdəsən yəni. Və sən orada başlayırsan anlamağa bir yaradılışın gücünü, necə mükəmməl yarandığını və sənin bir yaradılış kimi nələr edə biləcəyini və eyni zamanda onun gücünü hiss edirsən ki, sən onunla deyilsənsə, sən heç nəsən də, heç kəssən, sən bir parçasan. İcazə verdin mənə, gəldim də elə. Bunun başqa adı yoxdur. Bunun başqa bir izahı yoxdur zaten. Yəni orada olmağım, onu etməyim bu vəfa olaraq deyil, bu bir yaradılışın gücüdür. Bu yaradılışın mükəmməlliyidir. Burada vəfa söhbətini, vəfanı götürsən adı, soyadı götürsən, bu bir verilmiş bir addır da, bir bəndəyə verilmiş addır. Biz onu götürsək orada yaradandır, yaradılışdır, mükəmməllikdir. Bir orqanizmin o hündürlükdə qala bilməsidir, susuz da ola bilməsidir, çörəksiz də onu eləyə bilməsidir. Gücün, qüvvənin, enerjinin günəşdən, sudan və digər şeylərdən, ruhdan, insandan, xalqdan, bayraqdan, görün haralardan nələr gəlir. Və bütün bunlar birləşib səni orada aparır və gətirir. Bu yəni bir vəfa adın məsələsi deyil. Yəni burada bütün qüvvələr birləşmişdi. Yaradana inanmaq üçün Everestə də getmək olar yəni. Yaradana inanmaq üçün, onunla baş-başa qalmaq üçün orada sən başa düşürsən ki və onun özünə də deyirsən ki, mən başa düşürəm ki, bunu edən birə-bir yaradandır da, yəni bunun başqa yolu yoxdur. Bu başqa necə ola bilir ki? Yəni yaradandır da bunu. Hər şeyi ilə, bütövlüyü ilə, Everesti ilə, havası ilə, addımı ilə, nəfəsi ilə, ölməyi ilə, qalmağınla. Bu hər bir şey həyatın bir parçasıdır, bir ssenarisidir və biz orada onu sadəcə olaraq icra edirik. Və baxın, qalxmaq asandır, enmək? 99% alpinist enmək deyəcək. 1%-in içində mən varam, enmək. Asandır? Hə, mənim üçün enmək asandır. Əslində də enmək asan olmalı deyil. Amma deyil, çox adam da elə enəndə... Çünki orada fiziki qüvvə çox bir enəndə çox insan həyatını itirir. Bir enmək çox insana daha ağırdır. Yox, enmək ümumiyyətlə fiziki olaraq və diz olaraq daha çətindir. Daha çox tükənirsən, daha çox da enerji sərf edirsən. Amma mənə enmək başqa cür gəlir. Sanki elə bir işimi görmüşəm, rahatlamışam deyə mənə artıq o heç nə. Məsələn, mən Everestdən enməyimi xatırlayanda mənə çox gülməli gəlir. Elə-belə oynayırdım, oxuyurdum. Belə-belə
Şerpa, hətta Şerpa, yəni Şerpa özü də təsdiqləyir və Şerpa özü də bunu deyir. Hətta mənim bələdçim də deyir ki, Vəfa üçün enmək heç nə olacaq. Yəni məni ki çox müşahidə eləyibdi. Mənim üçün enmək elə bir, bilmirəm, toydur, bayramdır, oxuyuram və s. Hətta Azərbaycan mahnılarından oxuyurdum, zümzümə eləyirdim. Hətta gəldim bir yerdə əyləşdim, Şerpamı gözləyirəm. Şerpaya deyirəm ki, tez gəl, gedək də. Deyir, mən çıxanda yaxşıyam, amma enəndə sənə çata bilmirəm də. Baxırsan ki, yəni enəndə mənim Şerpam sən olarsan. Peşəkardır, falandır, filandır, amma sözün düzü budur, olanın əsli budur ki, yəni enəndə Şerpa mənə çata bilmirdi. Yəni olan əsli bundan ibarətdir. Orada getdim, çox qəşəng bir an idi. Şerpamı gözləyəndə ipdə əyləşmişəm və ayağımda olan o dəmirlər ki var, kramponlar, onu da belə birləşdirmişəm, özümə dayaq verib əyləşmişəm. Artıq gündür, istidir və s. Suyu çıxartmaq istəmirəm, tənbəllik eləyirəm. Bir anlıq hiss elədim ki, külək gəlir, yerə təzə oturmuş qar dənəciklərini qaldırır, sovurur, qaldırır, sovurur. Gördüm ki, o belə üzümün açıq hissəsinə dəyəndə mənim xoşuma gəlir. Eynəyimi çıxartdım, maskamı çıxartdım, gözlərimi yumdum. Bu hər gələndə belə üzümə vuranda gördüm çox xoşdur. Biraz da belə elədim, sərinləyirdim, elə bir suyu elə içirdim. Sonra hətta hiss elədim ki, ağzımı biraz açıq qoyuram ki, o gəlsin, su kimi mənə də, dilimə, dodağıma dəysin. Onu belə dodağımda, dilimdə belə əridirdim, su kimi belə içirdim. Deyirdim, ay Allah, bu necə gözəl bir şeydir, bu necə gözəl bir şeydir. Sonra gördüm ki, enerji azlığı var da, yəni artıq belə gücü yoxdur, yemək yeməmişəm, qidalanmamışam. Sonra belə günəşə baxdım, gördüm ki, eynəmi çıxartmışam, gördüm günəşi belə götürdüm gözümdən. Belə bir içimə çəkdim, olur belə yeyirsən, içirsən. Hiss elədim ki, o belə istilik bədənimə keçdi. Dedim, bu nə gözəl təcrübədir, bunu da eləyim. 2-3 dəfə də onu elədim. Sonra özümü elə hiss elədim ki, suda içmişəm, çörək də yemişəm. O qədər mənə ləzzət elədi. Dedim, bu nə gözəl idi, ilahi. Siz bütövləşmisiniz. Ay Allah, bu necə gözəl idi. Eynəyimi tez taxdım, yəni gözlərimə ziyan olmasın, bir hündürdür, gözlər zədələnməsin, qar korluğu yaşamayım deyə. Maskamı da taxdım belə. Şerpam gələndə mən elə bildim ki, mən bir dənə də yenidən doğulmuşam da, canıma can gəlibdi. Bu gəldi mənə çatdı, mən yenə də kampı da görürəm artıq, yenə də sürətli getdim düşərgəyə çatdım. Düşərgədən oturmuşam. Deyirəm, bəlkə mən bunu çəkim göstərim ki, buna bax, hələ mənim Şerpam gəlməyibdir. Özü də deyirlər ki, Şerpa müştəridən, dağçıdan, alpinistdən 2-3 metr o tərəfə qalmamalı. Sonra dedim, ay Vəfa, sən bura nəyə gəlmisən? Amma özüm üçün belə yadda saxlamaq üçün sonra dedim, yox, mənə belə xırdalıqlar lazım deyil, mənə başqa şeylər lazımdır. Zirvəni görmüşsünüz ona. Mən qoy onun gəlişinə baxım, qoy görüm, indi gəlib bitirmişəm də, necə olacaq və s. Yəni, bax, belə təcrübələr var idi. Sonra Loxotsu edəndə artıq bizim orada heç qidamız da yox idi, elə ancaq suyuydu. Mən elə qalmışdım o günəşdən, həmin o təcrübənin, bir də onun qarın gətirdiyi sərinin. O da çox vaxt aldı. Gecə saat 11 idi, 12 işləmiş çıxdıq. Səhər dan yeri söküləndə zirvədə idi və oradan da eniş elədik. Oradan da enən kimi artıq biz gəldik 4-cü kampa. 3-cü kampa, 3-cü kampda gəldik, orada artıq çay, şərait falan var idi. Orada mən elə bir dənə şirin çay içdim, şirin çay içməyən adam. Dedi, nə verim sənə? Dedim ki, qoy belə şirin olsun da, bədənimə də biraz... Azərbaycanlı olduğunu demədən göstər. Ay, sağ ol. Dedim ki, heç olmasa, yəni yeyib içmək əvəzinə elə bir şirin çay içsəm, o mənə enerji verəcək. İçdik, ondan sonra da düşdük 2-ci kampa. Artıq 2-ci kamp daha, yəni oksigenə də ehtiyac yoxdur. Düzdür, orada oksigenlə də yenə də hərəkət edən insanlar var. Amma artıq mənim üçün orada daha rahat idi. Orada bir gecə qaldım. Ondan sonra da bazaya indim. Bazaya enəndən sonra da heç nə. Dedim ki, missiya tamamlandı. Mən ora enəndə artıq gördüm ki, insanlar yazıblar, artıq xəbər çatıbdı. Yəni İsrafil bəy də artıq bunu belə deyim də görübdü ki, xəbər var. Ona görə deyib ki, daha xəbər varsa elə mən də bunu insanlara çatdırım. Artıq təbriklər falan filan. Mən də bir şəklimi atdım ki, missiya tamamlandı. Mən yaxşıyam, ana kampdayam. Həmin anda ürəyimdən Doğğa keçirdi. Onsuz ekspedisiya boyu Doğğa haqqında fikirləşirdim. O təndir çörəyini düşünürdüm. Elə orada da yazdım ki, ümid edirəm ki, tezliklə evimə vararam və
Doğğanı yeyərəm, çörək yeyərəm. Hətta mən Azərbaycana, Bakıya qayıdandan sonra hətta heç tanımadığım ailələr də mənə doğğa bişirib, süfrə açıb mənə qonaq dəvət elədilər ki, biz də doğğa bişirmişik. Bizim də qonağımız olacaqsan. Bir balaca payımız olsun. Hə, bax bir balaca payımız olsun. Mən də sevə-sevə getdim. Çəkilişlər arasında hətta doğğa da yedim, onlarla da bölüşdük, paylaşdıq. Evə də girəndə gördüm ki, televiziyada Everestdir, Everestə baxırlar, Everesti müzakirə edirlər, uşaqlar Everest haqqında danışır. Və s. Bax, belə şeylərin mən belə şahid oluram və deyirəm ki, nə maraqlıdır, bu həyat nə maraqlıdır, çox maraqlıdır və bunun bir hissəsi olmaq və bir evdə bir uşağın, məktəbdə oxuyan məktəbli uşaqların dağ haqqında düşüncəsi, araşdırması, ümumiyyətlə evin bu fikir haqqında birləşməsi, yəni bilirsiniz, bunların hamısı bir prosesdir və nəyəsə aparıb çıxaran bir yolu başlanmışdır. Ailədə anam, atam, bacım, qardaşım və mən evin böyük övladı da mənəm. Siz 2 qızınızla yaşayırsınız? Və belə isə mən yoldaşım, 2 övladım və mən 4 nəfərdən ibarət. Yoldaşınız nəçidir? Yoldaşım həkimdir. Siz Everest deyəndə nə dedi? Mən dediyim kimi, Everest bir günə dünyaya gəlməmişdi. Everest illərlə dünyaya gəlib və illərlə bizlə yaşayırdı. Deyirəm axı, bizim evdə televizorda Everest, çörək yeyirik Everest, həftə sonu mən gedirəm məşqə Everest, mən filan şey edirəm Everest üçün edirəm, bunu alıram Everest. Everest elə bir ki, bizim belə bir evdə yaşayan, belə deyim də, ailə üzvü. Ailə üzvüydü. Ona görə məqam yetişəndə və mən Everest deyəndə artıq heç kəs bunu ikinci dəfə düşünmədi. Sizə görə qorxmurdular? Mənə görə bilmirəm, bəlkə də qorxurdular. Məsələn, qızım dilinə gətirdi ki, artıq getmə ərəfəsində deyil. Yəni dünənə qədər mən o qədər Everest eşitmişdim ki, biraz rahat idim da, amma gəldirəm indi burada başa düşürəm ki, sən gedib qayıtmaya bilərsən. Mən də dedim çox sağ ol da, yəni. O da deyir yox da, o da çox real belə hər şeyi ifadə edən uşaqdır. O da deyir yox da, belə. Hətta indi mənə də nə deyir? Deyir ki, məsələn, sən 2 dənə zirvə eləmisən də, sən bilirsən də o 2 dənə zirvənin fəsadı hətta sonra da ola bilər. Sən başa düşürsən, sən 3 aydan, 5 aydan, 6 aydan sonra nəsə gözləyə bilər. Deyirəm, çox sağ ol da, yəni sən necə övladsan? Deyir, bu reallıqdır da, sən yəni reallıqla niyə belə davranırsan ki? Hə, mənim qızım mənə bu sözü deyir. Deyirəm, Sara, siz necəsiz o deyilmədir? Mən deyirəm ki, mən hiss edirəm. Deyir, yox, başa düşdüyü hiss eləyirsən. Amma bu reallıqdır da. Yəqin ki, sənin kimi oradan gələnlər də belə hiss eləyiblər, amma sonra başqa şeylərlə də rastlaşıblar. Məncə diqqətli olub həkimə getməlisən. Yəni bunu mənə deyən uşaqdır və mən də deyirəm ki, bu bir uşaq deyirsə, yəni bunu o deməkdir ki, mən yenə də getməliyəm. Yəni nə demək istəyirəm? O deyir, özünü asta-astadan, yavaş-yavaşdan qoru. Çünki bu yavaş-yavaş qanlarına, canlarına, ruhlarına, beyinlərinə elə yermişdi ki, mən deyəndə ki, mən Everestə gedirəm, sanki belə bir şey deyirlər ki, nəhayət ki, bu işi görəcək, biz də dincələcəyik də, biz də biləcəyik ki, daha bu Everest missiyası bitdi, qutardı, biz də rahatlaşacağıq. Yəni sanki bu elə mənim də, onların da, bizim ailəmizin missiyası idi sanki. Bax belə bir şey idi. Ona görə yəni artıq mənim getmə ərəfəmə qədər olan bütün suallar, tərəddüdlər, hər şey bitmişdi də yəni. Mən gedəndə onlar məndən daha çox hazır idilər. Vəfa xanım, sizə Everestdə heç yaraşmayan bir sual verəcəm, amma məcburam bunu verməyə. Buyurun. Siz bu zirvələri fəth edə gedirsiniz. Sizə ailəniz dəstək olur. Azərbaycan qadını, mənə görə siz etalon Azərbaycan qadınısınız. Amma bir çox Azərbaycan qadınına Everesti deyil, heç ən kiçik təpəciyi də, yəni fiziki olaraq demirəm, ən kiçik uğura da imza atmağa elə ailə, ictimaiyyət, ailədəki kişilər icazə vermir. Bundan necə yaşayaq, neyniyək? Bilirsiniz, mən belə məqamlara baxanda mən başa düşürəm ki, bəzi insanlar deyir ki, adamın bəxti gətirməlidir, şanslı olmalıdır, yoldaşın yaxşı olmalıdır, anan, atan və s. Mən elə özüm də ailədə az savaşmamışam.
həm yaxşı mənada, həm digər mənalarda. Məsələn, mənim anam, atam indi burdan izləyəcəklər də məni. Məsələn, mənim anamla olan savaşım, elə bəzi qadınlar öz həyat yoldaşı ilə yaşayır, nə bilim və s. və ilaxır. Sırf alpinizmə görə? Sırf alpinizmə görə, ümumiyyətlə digər seçimlərimə görə də. Çünki həyatda biraz həyatımın bütün anlarına baxanda görürəm ki, seçimlər biraz ağır seçimlərdir, biraz qəbul edilməsi çətindir və s. böyük seçimlərdir. Həcmlidir, miqyası böyükdür. Qarşı tərəfi də bunu başa düşmək olar və s. Mən o qadınlara, amma eyni zamanda başa düşürəm ki, burada nə mənim anamın, deyək ki, lap yoldaşım olardı, ya falan olardı, icazə verməməklər onların özü ilə əlaqəli bir şeydir. Öz düşüncələri və dünya baxışları və gücləri çatacağı məsələ ilə əlaqəli bir şeydir. Mən anlayıram ki, onun məndən əlaqəsi yoxdur. Fikrimi çatdıra bilirəm. Və mən onları bu məsələdə günahlandıra bilmirəm. Onlar öz güclərini hesablayıb deyirlər ki, yox. Bəli. Amma sizin gücünüz daha çox, bilmirlər gücünüzü elə. Məsələn, bir tutam Azərbaycan qadını da, hətta onlar da danışanda, o deyir, təpiyə çıxa bilməyən görürsən ki, zirvəyə çıxan haqqında nəsə deyir, şərh bildirir. Onun gücü ora qədər çatır. Və mən bunu görürəm. Məsələ nədən ibarətdir? O qadınlara demək istədiyim və yaxud da məsləhət verə biləcəyim bir şey yoxdur. İnsan özünü anlamalıdır, tapmalıdır, çalışmalıdır. Sən bunu edəndən sonra bütün dediyimiz nüanslar öz gücünü itirir. Onlar sənin qarşında gücsüzləşirlər. Sən bunu tapana qədər, sən bunu tapmayana qədər gəlib deyəcəksən ki, anam maneədir, atam belədir, yoldaşım qoymadı, qaynanam belə elədi, qaynatan belə elədi. Niyə? Çünki sən hələ ora qədər özünü yetişdirə bilməmisən. Sən yetişəndə bunların hamısı sənə təslim olacaqlar. Onların nə söz olaraq, nə fiziki güc olaraq sənin qarşında artıq onlar öz güclərini itirəcəklər. Mən bunu belə yaşamışam, belə görmüşəm. Atam qoymadı, anam qoymadı, yoldaşım qoymadı, bunlar bəhanədir. 100%. İnanın ki, mənə 100%. Və bu bir mesajdır ki, həmin adama, sən bir də bax da gör nəyi necə eləyirsən ki, bu belə yaşanır. Sən görünür ki, hələ bir o qədər də işləməmsən üzərində, işləməyə davam eləməlisən. Yəni istəyirsənsə təslim olmamalısan da. Yəni bu belə olmamalıdır ki, məni qoymurlar, mənə icazə vermirlər. Bəli, bu var, bu mövcuddur. Yəni indi cəmiyyətimizdə, yəni hər bir ətrafımızda, bu bizim ailədə də yaşanır. Anam, atam evdə və s. bu məsələlər var, olmaqdadır. Amma sən buna necə yanaşırsan, buna necə aydınlıq gətirsən, bunun üçün necə çalışırsan və sən bunun üçün nə edirsən, bu tərəf ağır basmır, çox adamda ağır basmır. Biz daha çox günahlandırma, daha çox kiminsə boynuna atma, daha çox bundan tətmin oluruq, sanki kənara çəkilirik, rahatlaşırıq və yaxud da ki, özümüzə bəraət qazandırırıq. Amma işin əslinə, kökünə enəndə biz görəcəyik ki, yox elə, bu hamısı bizim özümüzdən əlaqəlidir.